Gəncədə 17 yaşlı piyadanın ölməsinin bəzi təfərrüatları məlum olub. Oxu24.com xəbər verir ki, APA'nın məlumatına görə hadisədən əvvəl 2008-ci il təvəllüdlü Ə. Qurbanov Vaz2107-nin sürücüsü Gəncə şəhər sakini 1997-ci il təvəllüdlü Ə. Fərzəliyevlə mübahisə edib. Mübahisədən sonra Ə. Qurbanov sürücü Ə. Fərzəliyevin ayağına bıçaqla, daha sonra isə başına daşla xəsarət yetirib. Qurbanov hadisə yerindən uzaqlaşsa da, Fərzəliyevin Vaz2107 ilə onu qəsdən vurduğu bildirilir. Ağır xəsarət alan Qurbanov xəstəxanaya aparılıb. Müayinə zamanı onun öldüyü məlum olub. Məlumata görə 17 yaşlı Qurbanov hadisə baş verən gün Fərzəliyevin avtomobilini qaçırdıbmış. Hadisədən sonra Vaz2107-nin sürücüsü polisə təslim olub. Qurbanov atasının Gəncə şəhərində kriminal aləmlə əlaqəsinin olduğu bildirilir. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.